Bəzən baş ağrısı ilə müraciət edən xəstə deyir ki, məndə baş ağrısı ilə yanaşı olaraq zəiflik, halsızlıq, ürək bulanma, bəzən hətta qusma da olur. Ən çox da deyir ki, başımın arxa hissəsi və boynum ağrıyır. Başımı hərəkət etdirəndə isə ağrı daha da çox artır. Çox vaxtda fikir vermişəm ki, başım ən çox səhər yuxudan oyanandan sonra ağrıyır. Əgər sizdə də belə tipli baş ağrıları varsa, bilin ki, bunun səbəbi boyun fəqərəsində olan osteoxondrozdur. Təbii ki, bu zaman xəstə ilk olaraq dərman preparatlarından, spazmolitiklərdən, qeyri-steroid ağrı kəsici tipli preparatlardan və digər ağrını götürən analgetiklərdən istifadə edirlər. Bu ağrı kəsicilər ağrını müvəqqəti də olsa keçirə bilir, bəzənsə ağrıya təsir etmir. Ona görə də əgər uzun müddət istifadə etdiyiniz ağrı kəsici preparatlar sizi bezdiribsə, iş qabiliyyətiniz və əhval-ruhiyyəniz aşağıdırsa, o zaman nə edəcəksiniz? Təbii ki, müraciət edəcəksiniz. Mən nevroloq Könül Nəcəfli uzun müddət davam edən xroniki baş ağrılarını tətbiq etdiyim neyrorevergensiya müalicə metodu ilə bir neçə seansı aradan qaldırıram. Metod haqqında şifahi məlumat Instagram və TikTok səhifəmdə verilib. Odur ki, çox vaxt yazırsınız ki, metod haqqında məlumat verin. Ancaq bu metod haqqında məlumat qısa da olsa Instagram və TikTok səhifəmdə verilibdir. Oradan baxa bilərsiniz. Və ətraflı metodun təsirini və xeyrini görmək üçünsə müraciət edə bilərsiniz. Konsultasiya üçün WhatsApp əlaqə nömrəsindən və eyni zamanda Instagram və TikTok səhifələrindən qeydiyyata düşə bilərsiniz. Təşəkkür edirəm.